Değerli tələbələr, dövlət qulluğuna və magistra hazırlaşanlar. Belə bir şifrəli əməllər sualının izahına birlikdə baxırıq. Qanuna uyğun olmayan müəyyən edin və sual şifrəsinin yerinə uyğun gələn variantı tapın. Əgər siz ilk dəfədir belə bir şifrəli əməllər sualı ilə qarşılaşırsınızsa, bilməlisiniz ki, bunun ayrıca bir həll üsulu vardır. Məsəl üçün deyim sizə, bunu aradan belə bölürsünüz iki yerə. Bu tərəfdə də 2 dənə A, 2 dənə B. Eyni qaydada burada da 2A, 2B vardırsa, bunun özünün işlənmə qaydası vardır. Fərqi yoxdur ha, 2 dənə A ya da 2B olmasın, 4A, 4B olsun. Amma hər iki tərəfdə eyni olmalıdır. 3A, 3B olsun, digər tərəfdə də eyni olmalıdır. Deməli, bunun qaydası necədir? Yazıram 2A plus 2B bərabərdir. Yəni, bir tərəfini götürürəm. 3 və 4'ü, yəni kənardaşları götürüb, yazıram bura 3 və 4, 34. Deməli, buradan əgər 2'ni çıxarsam mötəriz kənarına, alacağım ki, A plus B bərabərdir 34. Buradan A plus B nəyə bərabərdir? 34'ü 2'yə bölsəm 17 rəqəmini almış olaram. Yəni, cavabımız 17'dir. Bizdən A plus B-ni soruşurdu. Əgər daha çox belə sualların izahını görmək istəyirsinizsə, səhifəyə keçid edə bilərsiniz.